Від Україно-Азербайджанського братерства. По оккупантам. Заряженный. Один вогонь! Мы как депутаты Верховной Рады тоже кнопки давим. Только от нашего кнопкодавства есть какой-то толк в этом чате. Твоя мать, телефон аж подпрыгнул. Красота. Что ты? Hər vaxtınız xeyir olsun, əziz dostlar. Kiyev şəhərindən yenə bütün Azərbaycana salam olsun. Dostlar, səhər-səhər bir yeni adət üzrə çəkiliş eləmək istəyirdim. Şəhərin mərkəzində gəzərkən gözüm, belə deyim, Azərbaycan bayrağına sataşdı. Yəni, necə deyirlər? Yəni, biz şevron deyirik. Hərbiçilər də bu yola vururlar. Azərbaycan bayrağına sataşdı və mənə çox maraqlı gəldi. Yaxınlaşdım. Bu hərbiçi qardaşımız bizim Riyad qardaşımız. Və tanış olduq, etiraf edeyim ki, sosial mediadan baxırdım, izləyirdim, amma görüşməyə fürsətimiz olmamışdı və bugün görüşdük və görüşdüyümə də çox şad oldum. İstəyirəm sizləri də yəqin ki, tanıyanlar tanıyır, bilir, tanımayanlara da bizim Riyad qardaşımızı tanış eləmək istəyirəm. Çox maraqlı insandır. Dediyinə görə deyir, çox danışmaqdansa çox iş görmək. Amma yenə də bacaracaq ki, Riyad qardaşımızla inanıram ki, bir səmimi bir söhbətimiz alınacaq. Xoş gördük Riyad bəy. Sağ ol. Özünüz barədə, özünüzü tanıdardınız. Adım Riyad'dır. Bakıda doğulmuşam. Hardasa 10 ilə yaxındır Ukraynada yaşayıram. Kiyev şəhərində. Elə başqa nə məlumat? Neçə təvəllüdsüz? Üzr istəyirəm. 83. 83. Yəni, sual vermədə məqsədim dedim, bəlkə tələbəçilik oxumağa gəlmişsiniz. Yox. Birinci dəfə gələndə elə adi turist kimi dostum demək olar ki, məcburən məni bura gətirdi. Nəsə xoşuma gəldi, getdim, gəldim. Sonra elə qaldım burada hoca. 10 ildən çoxdur turistəm. Yox, Kiyev həqiqətən sizə qatılıram, çox gözəl şəhərdir, yəni füsunkar bir şəhərdir. Bəli. Bəs, belə deyim, necə oldu hərbiyə qoşuldunuz, hərbiyə getdiniz? Yəni, könüllü mü oldu, yoxsa müqavilə mi oldu? Könüllü. Müharibə başlayanda birinci günü evdə oturmuşdum. Evdə oturmuşdum, başladı partlayış falan, beş mekan. Həmişə işə getməyə hazırlaşırdım. Sonra xəbərləri açdım ki, işə getməyə lazımdır. Durdur, fikirləşdim, neyniyim, sabahsı gün səhər, gecə vaxtı qorxdum çıxmağa ki, çünki məndə xarici pasportda deyəcəklər, şpiyon falan, beş mekan. Sabahsı gün səhər çıxdım, elə ən yaxın bankomata yaxınlaşdım, göstərdim pasportu ki, Azərbaycan vətəndaşıyam, evdə otura bilmirəm. Vicdanım imkan vermir buna. Vicdanım imkan vermir buna. Qucaqladılar, xoş gəldin, falan, beş mekan. O vaxtdan qatıldım elə. O vaxtı Karpatski Sich Dobrovolchi batalyon var idi, onlara qatıldım. Könüllü batalyon. Könüllü batalyona. Elə Kiyevin ərazisində, Kiyevin mərkəzində demək olar ki, parkda döyüş gedirdi. Birinci sabahsı günü ona qatıldıq.
Ondan sonra tərpəndi İrpen tərəfə. Уже İrpenin Уже Ruslar geriyə başladı çəkilməyə, ona qədər orada döyüşürdü. Ondan sonra уже qaldım 116-cı mexanizovanlı briqadaya. İndi Nasionalniy qvardiyada artilleriyada qulluq edirəm. Уже 2 ildir. Yəni bu belə deyim, sizin tək başına verdiyiniz bir qərardır. Yəni 3 nəfər, 5 nəfər dostla qərarlaşmış bir fikir deyil. Yox, tək idim. Prosta fikirləşdim ki, ona qabaq mən Xocabənddə qulluq eləmişəm Azərbaycanda. Orada yaralanmışam. Azdan çoxdan döyüşdən başım çıxar. Mən fikirləşirdim. Hə, siz Azərbaycanda Qarabağ qazisi olmusunuz. Mən orada əskərlikdə olmuşam. Bilmirəm, qazi sayılır, amma ki Xocabənd ərazisində qulluq eləmişəm. Orada demək olar ki, hər gün nəsə döyüşlər, xırda-xırda döyüşlər gedirdi. Aha. Ondan sonra gəldiniz. Ondan sonra yaralandım. Hardasa 1 il, düz 1 il oldu deyəsən qulluq eləyəndən sonra orada nəsə yüngülvari qırğın gedirdi. Güllə gəlib ayağımın ikisindən keçdi. Oturaq siniri qırılmışdı. Bizim cərrahlar onu tikiblər, amma deyənə kimi sol ayağımda biraz axsıyıram. Ona görə fikirləşdim ki, azdan çoxdan başım çıxır bu nəsə müharibədən. Dedim ki, gedim kömək edeyim. Sözün düzü gedəndə mən dedim ki, fikirləşirdim ki, tez qurtarıcı. Yəni ki, 1 ay, 2 ay, 6 ay sonra onunla da söhbət bitəcək. 5-ci ildə gedirəm. Bu qədər uzanmağını təsəvvür edərdim. Fikirləşmirdim. Heç inanmazdım ki, mən 5-ci ildir hərbidə olacağam. Hər dəfə özümə deyirəm ki, bəsdir, çıxıb gedirəm. Ya uşaqlara görə, ya falan şeyə görə qalıram ki, məsələn, davam eləməyə başlamışamsa davam eləmək lazımdır. Aydındır. Amma siz hal-hazırda Kiyev müdafiəsindən sonra artıq sizi göndərdilər Ukraynanın ən qaynar nöqtələrə. Bəli, birinci getdiyim yer Xarkov ərazisi idi. Xarkovun ərazisi hələ okupasiyada idi. Orada döyüşdük hardasa 6 ay. Sonra keçdi Sumskoy oblasti, Rusiya ilə sərhədə. Hardasa 1 ilə yaxın orada döyüşmüşəm. Sonra Donetsk oblast, Pokrovskiy напрямок. Sonra qayıtdım Kiyevə, hardasa kontraktı ləğv elədim, çünki səbəblər var idi. Keçdim Nasionalniy qvardiya. Orada təzədən kontrakt müzahidə podpisal. Müqavilə bağlı. Müqavilə bağlı. Və onu da dostlar nəzərinizə çatdırım ki, Riyad hal-hazırda da Azərbaycan vətəndaşıdır. Azərbaycan əsilli Azərbaycan vətəndaşı haqq namı ilə, haqq arxasındadır. Yəni vətəndaşlıq almamışsınız hələ. Hələ ki yox. Azərbaycan vətəndaşısınız. Proses gedir. Hələ ki. Xeyirlisi. İnşallah. Baxın, hal-hazırda məzuniyyətdəsiz. Gəlmisiniz məzuniyyətə, şəhərdə gəzirsiniz. Yəni mən yenə deyirəm, bu hərbi geyim bir qürurdur. Yəni anlayanlar üçün, başa düşənlər üçün bir qürurdur. Baxın, hal-hazırda şəhərdə gəzirsiniz. İnsanlar, bir şey də deyim ki, yəni baxanda da yəni sezilir ki, yəni yerli vətəndaş deyilsiniz. Ola bilərəm. Yəni bu insanların münasibətində hər hansı bir istiliyimi və yaxud da nə bilim, nəsə bir hiss eləyirsinizmi? Yoxsa elə normal da, yəni hamı öz işin gücün dalındadır, mən də gedirəm öz işim. Demək olar ki 90% elədir yəni ki. Amma olur ki, hərdən yaxınlaşırlar. O Azərbaycan Van beş məkan olur. Yalan olmasa bəlkə bir 15 dəfə olub. Metroda yaxınlaşır, küçədə yaxınlaşır, bayrağı görürlər. Bir yaxınlaşır. O Azərbaycanski batalyon yeyilir. Deyirəm ki, demək olar ki, olur. Əsas da yaşı çox olan vətəndaşlar. Cavanlar belə keçirlər. Bəziləri əlində kağız köz olanda bəlkə bəziləri çəkinirlər ki, TÇK-dır falan deşmək. Bəs siz hal-hazırda qulluq elədiyiniz yerdə orada sırf Azərbaycan batalyonudur, yoxsa ümumi qarşılıqdır? Yox, mən... Yəni biz bildiyimiz qədərilə üzr istəyirəm. Yəni sırf Azərbaycan batalyonu da var, yəni belə batalyon da var, bir də var, yəni qarışıq. Var, o İnozemli legion deyilən şey var. Orada var Azərbaycanlılar, Gürcülər, Çeçenlər hamısı. Bəli. Demək olar ki, Ruslar da var.
Yox, mən demək olar ki, bizim briqadada Azərbaycanlı təkəm. Var Kolumbiyadan var, Angliyadan var falan 5 mekan, amma Azərbaycanın briqadadan, Nasionalni qvardiya 4-cü briqadada. Rubir. Bəs orada münasibət necədir? Əla, hörmətlə çox yanaşırlar. Hamısı da başa düşür ki, xarici vətəndaşdır. Bizə görə müharibədədir. Başa düşürlər ki, mənim istədiyim vaxt kontraktı ləğv edib evə gedə bilərəm. Ona görə hörmətlə yanaşırlar. Bəs bir sual verəcəm. Bu biraz Azərbaycan sayağı sual olacaqdır. Daha doğrusu bu yaşlıların həmişə sual verirlər. O oğul, nəvə hərbidə olanda belə bir sual verirlər. Sizə orada necə baxırlar? Yəni bir el sayağı sual verəcəm. Yəni Baxırlar. hökumətin təminatı, misal üçün geyim, yemək, yəni sizin təminatınız. Ümumiyyətlə Nasionalni qvardiyada Lübə əsgərə yaxşı baxırlar. Demək olmaz ki, mənə nəsə yüksək baxırlar. Yox, ümumilikdə gedir. Yox, əla. Ümumilikdə gedir. Əla, yemək vaxtında bizə necə verirlər? Həftəlik gətirirlər, kamazla tökürlər bu sizin produktunuz. Yəni şorluq yoxdur. Yox. Heç yeməyə görə heç vaxt olmayıb. Nə müharibənin əvvəlində, nə indi ona görə problem olmayıb. Geyimdə əvvəl problem var idi. İndi hər şey öz yoluna düşüb. Yəni əvvəl müharibə yeni başlayanda özümüz tapırdıq formanı, hərbi tam formalaşmamışdı. Yəni o dövrlər yəni məlumdur. Amma hal-hazırda qaydasında problem yoxdur. Yəni ki, geyiminə görə bronjiletli kaskasını müharibənin əvvəldə elementar olaraq bronjiletli kaskanı özümüz almışdım. İndi problem yoxdur. Kaska xarab olub ala təzəsini, bronjilet xarab olub ala təzəsini. Yəni ki, problem deyil. O barədə heç bir problem yoxdur. Maaş da vaxtında verilir. Bəs ümumilikdə belə deyim, qıraqdan hamı fikir yürüdür. Bir neçə dəfə də demişəm, hamı ekspert olub. Artıq Ukrayna-Rusiya müharibəsini həll edirlər. Yəni artıq civandan durmuyor. Mazol olub qulaqlarımız və hərbidə artıq döyüş bölgəsinə qədər gedib çıxıblar. Yəni oradan xəbərlər verilir, həyatında hərbidə olmayan insanlar. Ümumiyyətcə belə deyim, Ukrayna ordusunun vəziyyəti ümumilikdə də, yəni biz ordu olaraq nəyə qadirik? Əsgərlərdə inam varmı? Yəni inam olmayan bir ordu məhvə məhkumdur. Bu sualı niyə verdim? Çünki bu müharibə başlayanda, yeni başlayanda açıq deyək, ordu da çox əziyyət çəkdi, xalq da çox əziyyət çəkdi. Xalq özünü toparlamağı bacardı. Ordu da ki, bugünkü gündə artıq belə deyim, mən deyərdim ki, Avropaya, dünyaya bir meydan oxuyacaq bir ordu qurdular. Bu, bunun qıraqdan görsənən tərəfləridir. Və siz ordunun içindəsiz. Ordunun əhval-ruhiyyəsi, inam, yəni bunlar maraqlıdır. Doğrudan da indi ən güclü hərbiçilərdən biri Ukraynalılardır. Hətta əvvəl misal üçün bizimkilər gedib Avropaya nəsə öyrənirdilər. İndi əksinə bizimkilər gedib nəsə öyrənir. Örgədir. İçəridən baxanda yəni ki, hər şey yaxşıdır. Yəni ki, yoxdur, kiminsə həvəsi düşüb. Var, yorğunluq var. Elə insanlar var ki, mənim kimi misal üçün 5-ci ildir müharibədədir. Mənəvi yorğunluq var, fiziki yorğunluq var. İndi mən bildiyimə görə təzə kontraktlar olacaq. 6 aydan sonra buraxacaqlar kim ki çoxdan qulluq edir. Hardasa 1 il dincəlsin. Bəlkə onun sayəsində nəsə inşallah yaxşı olar. Belə yəni ki, mən müharibə təzə başlayanda demək olar ki, ruslardan biraz qorxurdular, çəkinirdilər. Onların atları vardı ki, dünyada ikinci. Amma ki, vaxt keçinə başa düşürük ki, bomblarla biz döyüşürük. Hətta. O qədər olub ki, oturursan pozisiyada üstüvə gəlir, ayağında tapiçka, leytnik, bronjiletsiz, kaskasız, məsələn, paket, mağazindən paket döyüşə gedir. Ya da əlində bir dənə mina. Onlara adnaraska deyirlər, onlara mina ilə göndərirlər, gedəcək orada partlar. Hətta. Onları da var. Heç bizim tonada olmuyor ki, kimsə
çatsın, partlatsın elə yolda. Özü reально baxırsan bomjlardır. Əsasında o Yakutiya, nə bilim bu Hə, gözləri çəpiyorlar. qıyıq gözlər. O qədər də orada. Bilmirəm onları nə vadar edir. Yəqin ki pul. Bəs bir sual da verəcəm. Biraz ağrılıdır, amma verəcəm. Baxın, necə ki buradan Azərbaycanlı soydaşlarımız döyüşür. Bu hamıya məlumdur. Rus tərəfdən də Azərbaycanlı əfsuslar olsun ki, Azərbaycanlı soydaşlarımız döyüşür. Bir qarşılaşmanız olubmu, yəni sərhəddə və yaxud da müharibə varsa, mən həmişə deyirəm, Allah uzaq eləsin. Amma bunda qaçılmazdır. Əsiri var, nə bilim, ölüm var. Yəni qarşılaşmanız sərhəddə olubmu, yaxud əsir, Azərbaycanlı əsirlə görüşünüz olubmu? Yox, yox, şükür Allaha olmuyor. Mən sözünü heç bilmirəm. Necəydim, yox, olmuyor. Şükür Allaha ki olmuyor. Sərhəddə də qarşılaşmanız olmuyor. Yox, yox. Mən belə fikirləşirəm ki, bəlkə də o qədər də çox deyil orada Azərbaycanlı döyüşən ona görə. Təki inanmaq istəyirik, sizə də inanmaq istəyirik ki, çox deyil. Amma əfsuslar olsun ki, var. Mən bilmirəm onların başında nədir. Yəqin ki, mən fikirləşdiyimə görə pul. Mən inanmıram ki, bir Azərbaycanlı olaraq ki, Rusiyaya görə müharibəyə qarışsın. Çünki böyle özləri bilirlər ki, vaxtilə Rusiya bizim də başımıza oyunlar gətirib. Təbii. Mən inanmıram ki, hansısa əsl Azərbaycanlı getsin Ruslara görə döyüşsün. Yəni belə deyim də, biraz da lor dildə deyəcəm. Ağlı başında olan insan gedib o orduya yazılıb Rus tərəfdən döyüşməyi düşünmürsünüz. Yox, yox. Düzgün deyil. Yəni də deyirəm, Ruslar 90-cı illərdə nələr edirlər bizə. Təbii, 90-92 onu yaddan çıxartmaq olmaz axı. Bəli, elə 70 il bir əsarət altında qalmağın özü, yəni bunlar danılmazdı. Ola bilər biz həm yaşadıq səndən. Yəni bizim az yadımıza gəlsə də bizdən böyük nəsillərin yəni bilirlər bizə nələr elədilər, nələr eləmədilər. Və mən ötən verilişlərin birində də demişdim. Sizi inandırım ki, bu müharibədə Rus tərəfdən nə qədər döyüşən soydaşımız varsa, müharibə bitəndən sonra onların o rəzil günlər ondan sonra başlayacaq. Bir, Allah eləməsin, yazıqdılar. Hələ onların geri qayıtmaqları sual altındadır. Hələ birinci bundan başlayaq. Çünki çox Azərbaycanlılar var ki, gediblər döyüşə. Adını qoyublar ki, döyüş bölgəsində telefon işlətmək olmaz, nə xəbər var, nə ətər var. Yəni, bu valideynlər var ki, vaxtlarını tapa bilmirlər. O biri tərəfdən, mən bu sualları niyə verirəm, orduda vəziyyət necədir, nədir? Çünki o biri tərəfdə, yəni belə deyim də, biraz da o hərbi dillə deyəcəm, böyük bir didakşina var. Yerli bazlığı var. Mən yerliyəm. Rusiyada həmişə elə olur, bu müharibədən də qabaq. Ya bizimkilərə yaxşı yanaşırlar, heç vaxt. Bəli. Yəni ona görə sualları verdim. İnşallah Ukraynada mən bilən heç vaxt müharibədən qabaq da mən nə qədər gəzmişəm orada. Mən işləyəndə də Zapadın Ukrayna uşaqlarını işləyirəm, onlar rus dilində başa düşmürlər. Rus dilində danışanlar belə pis baxırlar. Mənlə rahat heç mən bir dəfə deməyirlər ki, niyə rus dilində danışırsın, ya falan beşməkən. Çünki burayla oranın fərqi nədir? Mən sizə deyim. Burada bir tolerantlıq var. Burada kimdən tələb edirlər öz dillərində danışmağı? Ukraynalıdan tələb edir ki, sən mənim öz ana dilində danış. Amma normal baxırlar miqrantlara ki, yəni bunun Ukrayna dilini bilməməsi normaldır və hörmətlə yanaşırlar. Bu da bu millətin kültüründən, mədəniyyətindən, tolerantlığından irəli gələn bir şeylərdir. Biz hal-hazırda burada təksiz, Ukraynada təksiz. Bəli. Hə, Azərbaycanla əlaqə var. Qardaşım orada Bakıda yaşayır. Hə, lap yaxşı. Bir iki dənə də sual artırarıq.
Riyad bəy, çox sağ olun, minnətdaram. Fəxr elədim. Sağ Bunu olun. tam səmimi deyirəm. Qürur yerimizsən. Həqiqətən gördüm, anidən bir görüşmə oldu. Açıq deyək də, bu gün heç bizim görüşümüz belə planlaşdırılmırdı. Yəni bir-birimizi də tanımırdıq. Amma tanıdığıma da çox şad oldum, fəxr elədim. Allah cəmi şəhidlərimizə, istər Qarabağ, istər burada, yəni şəhiddir. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Bütün əsgərlərimizə, istər deyir elin o başı bu başı olmaz, istər Azərbaycanda, istər burada, cəmi əsgərlərimizə, haqq davamçılarına, haqq yolunda olanlara Allahın nəzəri onların üstündə olsun. Allaha manında olasınız. Özünüzdən müğayət olun və ümid eləyirəm, çox ümid eləyirəm ki, sizinlə növbəti görüşümüz bu qələbə gününə həsr olunsun. İnşallah, inşallah. O ümidlə sizə deyirəm, Allah amanında. Sağ olun. Özünüzdən müğayət olun. Çox sağ olun. Sağ olun.